Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin sağlamlıq vəziyyəti və son açıqlamalarından sonra onun əmlakları və sərvəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İmperator son günlərdə keçirdiyi öd kisəsi əməliyyatından sonra xəstəxanadan çıxaraq media qarşısında vəziyyət və ailə münasibətləri barədə danışıb. Onun açıqlamaları sosial mediada geniş rezonans doğurub. Bunun ardınca yayılan sərvət siyahısı ictimai müzakirələrə səbəb olub. Bildirilir ki, Tatlısəsin bu mülkləri var. Seyrantepe'də 32 mənzil və 4 mağaza, Fikirtəpədə 4 mənzil, İstanbulun müxtəlif rayonlarında 5 mənzil, Şanlıurfa və Kuşadasında torpaq sahələri, İzmirdə 5 lüks mənzil, Bodrumda 12 villa və geniş torpaq sahəsi. Məsələ ilə bağlı açıqlama verən Türkçə Korkmaz yayılan məlumatların tam və dəqiq olmadığını bildirib. O qeyd edib ki, siyahıda göstərilən real vəziyyəti tam əks etdirmir. Korkmazın sözlərinə görə sənətçinin bəzi əmlakları siyahıda göstərilməyib. Onun avtomobilləri, saatları və hotelləri bu siyahıya daxil edilməyib. Türkçə Korkmaz həmçinin sənətçi ilə münasibətlərinə dair yayılan şayələri də rədd edib və onların yalnız peşəkar münasibətə sahib olduqlarını bildirib. Braziliyalı top modeli Adriana Lima, qızları Valentina və Siena ilə Victoria's Secret kampaniyasında rol alıblar. Adriana Lima Analar Gününə təsadüf edən reklam kampaniyasında ilk dəfə uşaqları ilə birlikdə poza verib.